Bir gün ilan yerde sürünərkən yerə düşmüş bir mişar İlanın qarnının altını yaralayır. Buna qəzəblənən ilan geri dönür, sənsə mənim qarnımı yaralayan deyən bu səfər mişarı dişləyir. Dişlərkən bu səfər dişlərindən də olur. Təbii ki, çünki mişar dəmirdəndir və daha çox qəzəblənir və deyir, indi sənə gününü göstərərəm. Mişara sarılır. Sarıldıqca, onu sıxdıqca öz bədəninə zərər verir və ölüb gedir. Əziz izləyicilərimiz, bu hadisədən də göründüyü kimi insanın qalib gələ bilmədiyi yeganə bir düşmanı var. Bizimlə yaşayan, içimizdə olan, karakterimizdə, ruhumuzda var olan qəzəbimiz. Baxın əziz izləyicilərimiz, sosial çevrədən, sosial mediadan da şahid oluruq, görürük. Bir çox törədilmiş cinayətlərin, bir çox xoşa gəlməz hadisələrin arxa planında mütləq bir anlıq qəzəbimiz yatmaqdadır. Və bu sırada Peyğəmbər Efendimiz sallallahu aleyhi və səlləmin bu hədis şərifi yadıma düşdü. Gerçək pəhlivan hərb meydanında düşmanını yerə sərən deyil, qəzəbləndiyi zaman qəzəbinə hakim olan, əsəblərini cilovlayan kimsədir. Və nəticədə bir anlıq qəzəb bizim böyük peşmançılıqlarımıza, həyat boyu düzəldə bilməyəcəyimiz səhvlərə, hətta geri dönüb düzəltmək istəsək belə yaralarını sağalda bilməyəcəyimiz dərin izlər buraxmaqdadır.